Zəfəriniz mübarək əziz dostlar. Belə bir mötəbər gündə mən də istərdim sizinlə bizim üçün xoş olan bir məlumatı bölüşüm. Tezliklə Yanıt TV-də görüşəcəyik sizlərlə. Bu günə qədər fərqli platformalarda, fərqli mövzularda görüşmək fürsətimiz olmuşdu. Amma düşündüm ki, özümüzə aid bir platformamız olsa və burada sizinlə daha rahat görüşsək, həm sizin üçün, həm də bizim üçün daha yaxşı olar. Yanıt TV dünya gündəmində baş verən beynəlxalq münasibətlərdə yaşanan gərginliklər, siyasi, iqtisadi, hərbi, sosial, bir sözlə bir çox sahələrdə baş verən problemlər, yaşanan yeniliklərlə bağlı qısa yanıt verməyə çalışacaq. Amma fərqimiz də var. Fərqimiz nədən ibarətdir? Biz sadəcə danışmayacağıq. Biz sadəcə öz fikirlərimizi bölüşməyəcəyik. Həm də sizin yazdığınız şərhlərdən, etdiyiniz əlavələrdən, toxunduğunuz yeni, fərqli nüanslardan yola çıxaraq bir sonraki görüşlərimizdə məhz həmin məsələlər ətrafında da müzakirələr təşkil edəcəyik. Beləcə, Yanıt TV sadəcə bizim deyil, hər birimizin bir fikir məkanı olacaq. Hər birimizin özünü tapa biləcəyi, öz sözünü deyə biləcəyi bir məkan olacaq. Xeyirlisi olsun hamımız üçün. Sizdən tək istəyimiz kanalımızı bəyənək, dostlarımızla paylaşaq və videolara bəyənmələr ataq. Ətrafımız daha da genişlənsin. Çünki nə qədər çox olsaq, o qədər fərqli fikirlər olacaq və nə qədər fərqli fikir varsa, o qədər geniş mövzular ətrafında danışacağıq və daha yaxşı nəticə əldə edə biləcəyik. Sağ olun dostlar, yaxın zamanlarda görüşəcəyik. Hələlik.